Bu günlərdə haqq sınaq kimi qarşımızda dayanır. Xanım Zəhra sələmullah əleyha haqqın təcəllası idi. İnsanlar Peyğəmbər sallallahu evinin qapısına baxırdılar, amma orada Peyğəmbərin nuru yandırılırdı. Soruşurlar, Əli əleyhissalam niyə susdu, niyə qılınc qaldırmadı? Əli əleyhissalam susmadı, haqqı qorudu. Çünki o bir evin deyil, bir dinin mənsuliyyətini daşıyırdı. Əgər o gün o qılınc qaldırsaydı, İslamın ağacı kökündən qopacaqdı. İmam Baqir əleyhissalam buyurur, Əli əleyhissalam səbr etməklə dini qorudu. Xanım Zəhra fəryadı ilə haqqı tanıtdı. Bəziləri deyir, Əhl-i Beytə zülm edənlərə də həzrət demək lazımdır. Çünki hamısı səhabə idi. Lakin haqla batil bir ad altında heç vaxt birləşməz. İmam Sadiq əleyhissalam buyurur, zülm edənə hörmət zülmü təsdiqdir. Biz o zülmü tanımadan, o dərsi anlamadan Əyyam-ı Fatimiyyənin ruhuna daxil ola bilmərik. Əgər biz xanım Zəhra sələmullah əleyhanın haqqını sadəcə mərsiyə ilə yad ediriksə, amma gündəlik həyatımızda haqqı unuduruqsa, bizlər o qapı yanığını təzəliyirik.